Salam dostlar, hər vaxtınız xeyir. Bu günlər danışacağımız mövzu mürəkkəb iki hissəli formada. Mürəkkəb iki hissəli forma adından da məlum olduğu kimi iki hissədən ibarətdir. Birinci hissə A, ikinci hissə B kimi götürsək, A plus B və yaxud da ki, bəzi hallarda A plus AB də olur. A cümləsinə baxsaq, birinci A-nın daxilində sadə iki hissəli forma plus sadə iki hissəli forma da ola bilər. Bəzi hallarda sadə iki hissəli forma plus sadə üç hissəli forma olur birinci əsas cümlənin daxilində. Və eyni zamanda sadə iki hissəli forma plus sadə bir hissəli forma, yəni period forması da ola bilər. Yəni, ən əsas məsələ mürəkkəb formanın daxilində 2 və yaxud da 3 sadə forma ola bilər. Eyni formada B varsa, B cümləsində isə yenə eyni forma təkrar olunur. Burada isə A-ya nisbətən ziddiyyət daşıyır, əks sədə daşıyır. Misal üçün, A cümləmiz, yəni əsas mövzumuz qəhrəmanı mövzudursa, yəni misal üçün 4-4-dür, do majordur. B cümləsində artıq biraz ziddiyyət daşımalıdır, yəni müəyyən qədər bir ziddiyyətlər olmalıdır. Misal üçün, minor da ola bilər, keçidlər ola bilər və yaxud da ki, major ola bilər, eyni tanarıq olmaya da bilər. Amma ən əsas məsələ melodiya xəttində də, harmoniyasında da, üslubunda da fərqliliklər olmalıdır hər zaman. A cümləmiz do majordur, 4-4 qəhrəmanı mövzudursa, B cümləmiz lirik xarakter olacaq və ən əsası isə melodiya xətti dəyişəcək və ölçü də dəyişə bilər, tanarıq da dəyişə bilər. Bu dəyişməyədir. Bütün bu proseslər hər bir bəstəkarın yaradıcılığından asılıdır və bəstəkarın istəyindən asılıdır.